Səhih bir hədisdə rəvayət edilir ki, bir nəfər Peyğəmbərə, ona və ailəsinə Allahın salavatı və salamı olsun, dedi: Ey Allahın elçisi, İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım. Peyğəmbər buyurdu: Çalış, dilin daim Allahı zikr etməklə islah qalsın. Hədisi Tirmizi rəvayət etmişdir. Diqqət edin, hədisdə Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun demədi ki, əməlləri tərk edib Allahı zikr et. Sadəcə zikri artırmağı nəsihət etdi. Belə ki, adam ibadətləri yerinə yetirməkdə zəiflik göstərirsə, özündə dəstəmaz almağa, namaz qılmağa və digər salih əməllər etməyə tənbəllik hiss edirsə, bunun əsl səbəbi qəlbindəki imanın zəifləməsidir. Lakin Peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun nəsihətinə əsaslanaraq zikirləri çoxaltdıqda onun qəlbindəki iman güclənir və bunun nəticəsində də ibadətləri yerinə yetirmək ona ağır gəlmir. Çünki uca Allah buyurur: Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır. Ər-Ra'd, yəni Göy Gürültüsü surəsi 28-ci ayə. Dildə bir, Allah dərgahında isə bunun savabı ona bərabərdir. Yəni sən bir Subhanallah, Allah pak və müqəddəsdir deməklə Allah qatında 10 savab qazanırsan. Çox sadə və bəsit. Bu savabı qazanmaq üçün nə pul vermək, nə də əziyyət çəkməyə ehtiyac yoxdur. Bəs sən Allahı zikr edirsənmi?